Salam, mən Asif Zeynalov, Abaqus Audit və Konsaltinq şirkətində vergi, mühasibatlıq və audit üzrə menecer olaraq çalışıram. Müəssisə mühasibat sortunu apararaq, indiki və gələcək dövrü fəaliyyəti üçün bu məlumatları xəritə rolunu oynamış olur. Müəssisə mal və xidmətlərinin satışı zamanı əldə etdiyi mənfəəti, digər tərəflərə olan ödəməli olduğu borc məbləğlərini, eyni zamanda başqa şəxslərin müəssisəyə ödəməli olduğu borc məbləğlərini bu məlumatlara əsasən rahatlıqla əldə edə bilir. Eyni zamanda müəssisənin dövlət büdcəsinə ödənməli olan vergi məbləğlərini də biz mühasibat üsutu məlumatlarına əsasən rahatlıqla əldə edə bilirik. Mühasibat üsutu müəssisədə eyni zamanda düzgün biznes qərarlarının verilməsi zamanında böyük rol oynayır. Bir müəssisə düzgün biznes qərarlarını vermək üçün müəyyən dayanıqlı bir informasiya əldə etməlidir. Həmin bu dayanıqlı informasiyanı isə mühasibat üsuluna apararaq rahatlıqla əldə edə bilər.